Salam hörmətli izləyicilər, biz bu günləri 70 dərəcə şimal enliyində qütb gündüzləri başlayan vaxt 40 dərəcə şimal enliyində günəş şüası nə qədər düşər sualına cavab axtarırıq. Ümumiyyətlə bilməliyik ki, qütb işıqlanma qurşağında olan hər hansı bir məntəqəni hesablamaq üçün günəşin düşdüyü bucaqla biz əlaqələndirməliyik. Yəni biz burada günəş şüasının zenitdə olduğu, günəşin zenitdə olduğu məntəqə ilə məntəqənin enliyini üst-üstə gələndə 90 dərəcəni verməlidir. Yəni bu əsas şərtlərdən biridir. Burada biz məntəqələri qeyd etmişik. 70 dərəcə, 40 dərəcə. Burada cavabı necə tapırıq? 70 dərəcə plus x bərabər 90 dərəcə, x bərabərdir 20 dərəcə olar. Yəni bu bir qaydadır, bunu yadda saxlamaq lazımdır və günəşin 20 dərəcə şimal yönündə zenitdə olmasını tapdıq. Sonra bildiyimiz düsturla h bərabər 90 dərəcə f plus b. Nə üçün plus b? Çünki 20 dərəcə şimal enliyi ilə 70 dərəcə şimal enliyi eyni yarımkürədə yerləşir. Yəni ekvatordan şimaldadır. Ona görə plus b yazırıq. H bərabər 90 dərəcə minus 40 plus 20 dərəcə bərabərdir 70 dərəcə olar.